Hoş gördük değerli izleyiciler. Bir müddettir ki sizlerin karşınıza çıkabilmirəm. Bəli, bu mənim sağlamlığımla əlaqəli. Sağlamlığımla biraz problem var. Gördüğünüz gibi Lerik Mərkəz Xəstəxanasında müalicəmi davam etdirirəm. Çox sağ olsunlar həkim heyəti. Çox yüksək səviyyədə xidmət edirlər. Baş həkim məxsus doktor olmaqla bütün həkim heyəti də öz sonsuz təşəkkürümü bildirirəm. Yəni xidmət çox yüksək səviyyədədir. Yemək, içmək və çarpayı, yorğan, döşək, tərtəmiz, çiçək kimi hər şey göz qabağında. Yəni xidmətdəki yüksək səviyyədə. Kaş ki belə bir xidmət hər bir xəstəxanada olaydı, yəni Lerikdəki kimi. Minnətdarım, məxsus doktor da sağ olsun. Gündə 2 dəfə gəlir, xəstələrə baş çəkir, baxır. Təkcə mənə yox, bütün xəstələrə baş çəkir, baxır, yeməyinə, içməyinə. Evdən yemək zad qoymurlar gətirməyə. Xəstəxana tərəfindən hansı ödənilir. Minnətdarım, sağ olun.